əlləri istəyirək yarmarkasında 3 fərqli stendi yoxladım. Gəlin görək nə qədər xərclədim. Bir dəfə başqa bir mini burger stendini yoxladım. Burada olan burgerlər yalnız toyuqlu olur. Qiyməti 12 manat idi və çox fərqli bir sosla təqdim olunmuşdu. İçərisində xırçıltılı toyuq, yanında isə çox fərqli bir sosu var idi. Dadını çox bəyəndim. Daha sonra hər zamanki kimi fettuccine stendindən yaxınlaşdım, çünki buranın fettuccineləri üçün ürəyim gedir. Fettuccineni çox yerdə yemişəm, amma yarmarka qədər dadlısını hazırlamırlar. Mən göbələkli toyuqlu, yoldaşım isə yalnız toyuqlu götürmüşdü və dadı mükəmməl idi. Həm doyumludur, həm də çox ləzzətlidir. Nə vaxt yarmarka açılsa mütləq şəkildə buradan gəlib fettuccine alıram. Toyuqlunun qiyməti 14 manat, qarışığın qiyməti isə 16 manat idi. Daha sonra şirniyyatla çay dedik və ağlımıza təbii ki Viyana'nın bubble waffle gəldi. Mən bubble waffle aldım, yoldaşım isə bol meyvəli şokoladlı waffle aldı. Viyana'nın şokoladları ümumiyyətlə çox ləzzətli olur. Əsl Belçika şokoladıdır və o qədər ləzzətlidir ki, nə qədər dadından danışsam azdır. Soyuq havada isti çayla çox ləzzətli oldu. Okaya yaxın stenddə şokolad şəlaləsini görüb buradan da Dubai strawberry aldıq. Dubai şokoladını əgər sevirsinizsə bunun da dadını çox bəyənəcəksiniz. Çünki içərisi bol kadayıflı, bol meyvəli və xırçıltılıdır, çox ləzzətlidir. Bunun da dadını bəyənin. Növbəti video hansı stendlərdən gəlsin deyə şərh bölümünə yazarsınız.